Testlərdə tez-tez qarşımıza çıxan bir sual haqqında danışmaq istəyirəm. Tutaq ki, hər hansı bir əsər götürür. Götürək Nəcəf bəy Vəzirovun Müsbəti Fəxrəddin əsərini. Sualı da belə qoyur ki, əsərdə şifahi xalq ədəbiyyatı motivlərindən istifadə olunubmu? Bəli, Nəcəf bəy Vəzirovun Müsbəti Fəxrəddin əsərində şifahi xalq ədəbiyyatının atalar sözü və məsəllər janrından istifadə olunubdur. Xatırlayırsınızsa, Fəxrəddinin dilindən orada deyilir ki, çünki oldun dəyirmancı, çağır gəlsin dən Koroğlu, bir gül ilə bahar olmaz, vay elliklə gələn vaydır. Bu üçüncü misala xüsusilə diqqət yetirmək istəyirəm. El arasında buna bənzər bir atalar sözümüz də var ki, bizim ellə gələn toy bayramdır. Bu iki atalar sözü səsləşirlər. Məzmun etibarı ilə eyni atalar sözlərdir. Bir də Cahangirin dilindən də yenə atalar sözü deyilir oradakı. Xatırlayırsınızsa, Məhərrəmlə Fərhad var da, Cahangirin dostları. Onlar Cahangirə deyirlər ki, sən şəhadətin arxasıca havaya düşmüsən, dostu səni sevmir. Onda Cahangir deyir ki, kötan nə bilir, qayış nə çəkir. Orada iki yerdə bu ifadəni işlədir. Yəni, onlara bildirmək istəyir ki, qızı sevən mənəm da siz sevmirsiniz. Qıraqdan danışmağa nə var ki, siz nə bilirsiniz ki, mən nə çəkirəm?